Salam əziz 9-lar. Mən Adəm müəllim sizə sınaq bir izahını verirəm. Odur ki, ekrana yaxın əyləşin, diqqətlə qulaq asın. 57-ci sualı. Məxrəci 80 olan 0,2 və 0,25 kəsirləri arasında yerləşən ədədi adi kəsirlərin sayını tapın. Deməli, 0,2-ni mən birbaşa elə belə onluq kəsirlə yazıram. 10'da 2 və 0,25'e 4'də 1 yazıram və məxrəclərini 80 eləyirəm. Birinci ifadəmiz olacaq 80'də hər tərəfini vurdum 8'ə yuxarıda 16 elədi. İkinci tərəf isə 20'yə vuracam. Olacaq 80'də neçə olacaq? 20 olacaq. Adi kəsirlərin sayını tapın. Burada surətləri olacaq 17, 18 və 19. Yəni burada 3 dənə kəsirimiz olacaq. Aşağıdakı ədədlərin hansı 9-a qalxız bölünür? Rəqəmlərin cəmi. Bax, 8 ilə 9 et. 8 ilə 7 15. A bəndi deyil. B bəndi 8 7 15 o da 6 21. Bu da deyil. C bəndi 7 6 13 o da 5 18. Və sonum C bəndi 9-a qalxız bölünür. A çoxluğu üçün aşağıdakı hansı doğrudur? A ilə A-nın burada alt çoxluq məsələsi formasında yazılan ifadəmiz A ilə A-nın fərqidir. Bu da boş çoxluğu verir. Elə A variantı doğru cavabımızdır. Şəkil eyni ölçülü kvadratlardan ibarətdir. Şəklin hansı hissəsi rəylənmişdir? 1, 2, 3, 4, 5, 6, 7, 8 rəylənib. Neçənə görə var? 2, 4, 6 bu tərəfində. 2, 4, 6 səhv tərəfində. Yəni 48 dərdən 8-i. Bu da edir 6'da 1 ixtisar eləyəndə A bəndi doğrudur. A və B qarşılıqlı sadələr olarsa, ortaq olmayan sadə bulan hansını soruşur? Qarşılıqlı sadələrin ortaq olmayan sadə bulan hasılı ilə həmin ədədlərin hasılə bərabərdir. Y variantı. Çoxluğun kəsmələrinin sayı, yəni N, A ilə B-nin kəsməsi. E ilə olan ifadələr biri A-dır, sonra biri C-dir, biri Y-dir, biri F-dir. Yəni nədir bu? 4 dənə. 280 ədədli müxtəlif sadə bunların sayını tapın. 280'ə vurğuları ayırırıq. 2'yə 140, 2'yə 70, 2'yə 35, 5'ə 7, 7'yə 1. Müxtəlif deyil. 1 dənə, 2'dən 1 dənə, 5'dən 1 dənə, 7'dən 1 dənə. Yəni nə qədər? 3 dənə. Əbob. Təlliyin həll etməyimiz soruşur. X bərabərdir olacaq. Əkob 42 48 bölünsün əbob 42 48. Artıq biz bu nəyə tapacaq? S-ni. 42 vurğuları ayırıq. 2'yə 21, 3'ə 7, 7'yə 1. 48, 2'yə 24, 2'yə 12, 2'yə 6, 2'yə 3, 3'ə 1. 2'lər, 3'lər, nə qaldı? Bir tərəfdə 7 qaldı, digər tərəfdə 3 dənə 2 qaldı. Yəni nə? 8. Bu da elədir 56. A bəndi doğru cavab elədir. 65. Diaqramda verilmiş B çoxluğunun elementlərinə neçəsi A çoxluğuna daxil deyil. Yəni bu A-nı çıxıb atıram. Neçənə qalır? Bir dənə 8'dən 9, yəni ikisi. 30'dan 10 kəsin son 4'dən 10 kəsin şəklinə göstərir. Bunu eləyəcək 93'ə vuracaq sürətli məxrəci. Bu da 90'da 13 39. Buna yol nə yazacaq? Bu da qarşılıq dövrü onluq kəsir olduğuna görə bu nə yazacaq? 0 tam dövrdə 90'da 39 da yəni 13 vuranda 39 bəli. 0'dan 10'da 4 dövrünə yazmalıyıq bunu 3 yazmalıyıq da yəni 9'dan yəni burada olacaq 43'dən 4 çıxan nə qalır? 39 qalır və B variant doğru olacaq. B-ni soruşur. A-B-ni yazırıq 10A üstəgəl B. Bu da 3A üstəgəl 3B. 10A'dan 3'ə 7A. 3B'dən B-ni çıxanda 2B.
Yəni A'mız 2'dir, B'miz 7. Deməli B'ni soruşur, B'miz oldu 7. A çoxluğu 168 ədədinin natural bölünənləri çoxluğu olarsa aşağısı A'nın çoxluğu element deyil. Yəni 168 natural bölünənləri çoxluğu, yəni 168 ifadələrin hansına bölünmür? Yəni biz 168'i 28'e bölsək 6 düşəcək, yəni bölünür. Sonra bunu 24'e bölsək 7 düşəcək, bölünür. 21'e bölsək 8 düşəcək, bu bölünür. 18'e bölsək bölünməz. 18'e bölsək bu yox, bölünməz. Amma 14 tam bölünür, 12 düşür. Yəni bölünmədi də, yəni 18. Sonra 69-cu sual. 160 ədədinin bu hissəsini tapın. Yəni 160 vurulsun %35. Sonra atıram 5'e xüsusilə edirəm, 2 qalır, 7 qalır. 16 2'ye 8. 8 7'ye vuranda 56 və D variantı doğrudur. Aşağıdakı hasilərin hansı mürəkkəb ədəd sadə vurulda ayrılışıdır? Sadə vurulda ayrılanda hamısı sadə olmalıdır bir-bir. 15 sadə deyil. B bəndində 9 sadə deyil. C bəndində 9 sadə deyil. D bəndində yenə 9 sadə deyil. Y variantda isə hamısı sadədir və cavab elə Y variantı oldu. Birləşməni tapın. N, A ilə B-nin birləşməni tapmaq üçün ayrı-ayrı elementləri toplayıb kəsməsini çıxırıq. Qalır nə qədər? 10 qalır. Ən kiçik ortaq bölünü tapın. Yəni nəyə tapın? Əkovu tapın. 52 və 65. Hər ikisi 13'ə böldüyünə görə 13'ə atdıq çölə. Qaldı biri 4, qaldı biri 5 qaldı. Onun üçün qarşılıqlı sadə ədədlərin əkovu olunan hasildir. Yəni 20'dir. 2'ni 10'a vuranda 26 və 260 ədədi bizim doğru cavab. 73. A, B'nin açıqlığı bu A'dır, bu da B'dir. NA 4'dür. B'nin açığında 3 qalıb, 3 oldu burada. N B'ni tapın, yəni B də 4'ün üçün cəmdir, nədir? 7'dir. B ümumi aiddir. 74. 13,5'i çıxardığında mötərizə xaricində qaldı 9,7 ilə 5,7'nin fərqi. 13,5 ilə vuranda 9,7'dən 5,4 çıxanda 4 qalar. 4 5'in 20, 4'ün 12, 14. Bu 54 eləyir. Sonra 2'ni burada bölü nəyə? 2'də 1'ə. 3'ü bölür nəyə? 3'də 2'yə. 4'ü bölü nəyə? 4'də 3'ə. Və salam. Çarpacaq. Yuxarı qaldırıq. 2'ni 2'yə 4. 9 aşağıda 2. 4, 16 aşağıda 3. 9 ilə 3 7, 3 qaldı. 16 ilə 2 7, 8 qaldı. 4'ün 12, 12 ilə 8'ə vuranda elədir 96 doğru cavab. A-nı B-yə böləndə S düşür, 5 qalıq qalır. S-ni 3'ə böləndə 2 düşür, 1 qalıq qalır. Əvvəl burada nəyi tapırıq? S-ni tapırıq. A-nın ala biləcək ən kiçik qiymət tapın. Demək, S-ni tapırıq ki, S olur 3 vur 2, 3 gəl 1 bərabərdir 7. A bölünsün B bərabərdir 7 düşür, qalda qalır 5. A-nın ən kiçik qiymət dediyimiz zaman qalıq 5'dirsə artıq burada bölən də ən kiçik olmalıdır. Qalıq bölünən kiçik olmalıdır. Burada bölənimiz ən az 6 ola bilər. 7 düşür, qaldı nə qalır? 5. A da bərabərdir 6 vurulsun 7 üstə gəl 5. Yəni bölən nə qədər kiçik versək, bölünən də bir o qədər də kiçik bir ifadə alınacaq. 42 o da 5 elədi nə qədər? 47. 77. Elvin yolun tutamında yetişəsinin maşınla qalan 1,5 kilometre görürsə piyada getdi. Elvin getdiyi yol 2 kilometrdir. Yol x-i. X bərabərdir. 3,7 x-in maşına gedib. Qalan 1,5'ini çəksək piyada gedib. 0,3 x bərabər 1,5. X də bərabərdir. 15'i 3'ə böləndə qalır nə qədər? 5. Yəni yolun uzunluğu 5 km. Elvin getdiyi yol neçə kilometrdir? Ümumiyyətlə 5 km yol gedib. Yəni maşınla gedib və ya piyada gedib. Baxır, Elvin bu yolu gedib.
Deməli, cədvəldə verilmiş şəxslərin hansını tapın. 0,2 dövrdə 6 biridir. Bu da eləyəcək, vurulsun. Olursa 1 tam dövr bir dəfəyə başlayacaq. Çünki dövrə qədərki rəqəmlər yox. Biri saxta, biri qarışıq. Bir olacaq 90-da, 26-dan çıxanda 24. Digəri olacaq 1 tam 99-da 21. Birinci 6-ya qısa gedər, 15-də qalar 4. Digəri də 99-da üzərinə 21 gələndə 120. 120-ni 15-ə böləndə qalar 8 dəfə. Aşağıda olar 99, yuxarıda olur 12. Artıq bu çərçivə sualıdır. Çərçivə sualında da axırda sən gəlib istədiyin ədədi qısa eləyə bilərsən. 3-ə qısa eləyəndə qalacaq 33. Yuxarıda qalacaq 4. 18-ə böldükdə qismət 10-x 18-ə bölürəm. 15 sürü qalıqda qalır 3. Deməli x-i tapıram. X tapanda 18-i vururam 15-ə 270 eləyir. Üstünə 3 gələndə 273 eləyir. 18-ə bölündə qismətdə 15 qalıqda 3 alınır. 18-i vurdun 15-ə oldu 270. Üstünə 3 gələndə 273. İndi natural bölünlərin sayını tapıb vuruqları ayırıram. Qüvvətlərin üzərinə 1 gəlirəm. Deməli bu 3-ə bölünür. 3-ə böləndə qalır 91. 91 də 7-yə bölünür. Olur 13. 13-dən 13-ə böləndə qalır 1. 3-dən 1 dənə, 7-dən 1 dənə, 13-dən 1 dənə. Qüvvətlərin üstünə 1 gələn 1 plus 1, 1 plus 1, 1 plus 1. Yəni burada 2 vurulsun, 2 vurulsun 2. Bu da elədi natural bölünlərin sayı 8 elədi. 80. Deməli uşaqlar, acil natural ədədlər olarsa eyni ala biləcəyi qiymətlərin cəmini tapın. Acil natural ədədlərin fərqinin modulu 1-ə bərabər olur. Yəni, bunu müxtəlif versiyada yaza bilərsən. Bu çərçivə sualıdır. Hansı daha rahat, aydın şəkildə, izahlı şəkildə yaza biləcəksənsə, ondan istifadə eləməlisiniz. Bunlar acil ədədlərdir. Belə yazın. Biyaz 1-in. Görürsünüz, toplu sualda da bunlardan istifadə olunub. Birinci və ikinci gəlin ifadələri seçirsən. Yəni, 3n topla 2-dən digər ifadənin çıxanda eləyir nə? 1. Mənfi 1. Kiçikdən böyük çıxırsan, mənfi 1 qalır. İkinci versiyada, indi dediyim kimi, yəni, birinci bunu götürəndə 3n üstə gəl 2-dən çıxanda 2n çıx 7-ni, bu da olur 1. Yəni, bunlar acil ədəddir, amma biri harada, digəri harada yerləşməsini bilmirsən. Birinci və ikinci hansı gələr, onu müəyyən etməlisən. Bu olur n çıxılsın 5 bərabər mənfi 1, n bərabər 4. Digərdə n çıxılsın yenə də 5 bərabər 1 olanda n bərabər bu da olur 6. 12, o da 2, 14, 12, 8, o da 7, 15. Yəni, biri 4 oldu, biri 6 oldu. Natural n-lərin cəmində, yəni 4 ilə 6-nın cəmi eləyirdə nə qədər onu eləyəcək. 96 elementli A çoxluğunun elementlərinin sıfırdan 1000-də 3 yetişmə hissəsi B çoxluğuna aiddir. Yəni A elementli N-A'mız 96 elementlidir. İndi NB-mizdə 96 elementin 1000-də 375. 125-ə qısa eləyəndə yuxarıda 3 qalır, aşağıda 8. 96-ın 8-ə 12, 12-ni 3-ə vuranda 36 dənəsi N-indir. B çoxluğunun elementinin 3/2 hissəsi A çoxluğuna daxil deyil. Yəni 36-nın 3/2 hissəsi 3-ə 12, 24 dənəsi artıq A-ya daxil deyil. Məsələn, diaqramı götürək. Bu A olsun, bu B olsun. 24 dənəsi A-ya daxil deyil, amma B-də 36 element var. 12-si buradadır. A-da 96 element var. 12-si qabısı 84-ü təksinə A-nındır. Bu iki çoxluğa yalnız bir çoxluğa daxil olan elementlərin ümumi sayı. Bir çoxluğa daxil olan bir yanda 84 var, bir yanda 24 var. 84 ilə 24-ün cəmi eləyir 108.
Bu qədər dəyərli şagirdlər hər birinizə uğurlar arzu edirəm. Bəyəndinsə, istifadə etdinsə, yararlana bildinsə, bəyən, takip etməyi unutma ki, növbəti videolardan xəbərin olsun. Hər birinizə uğurlar.